MİQ imtahanlarında ədəbiyyat fənnindən tam oxunacaq əsərlər siyahısında olan Cəfər Cabbarlının Oqtay Eloğlu piyesinin birinci pərdəsinin 2 məqamında Cavə qiyafəsi ifadəsi keçir ki, bunun maraqlı etimologiyası var. Cavə fars mifologiyasından qaynaqlanan bir personajdır və Firdovsinin məşhur Şahnamə əsərində də qeydə alınıb. Zülmkar hökmdar olan Zöhhaka qarşı xalq üsyanına başçılıq edən Cavə öz inək dərisindən olan iş geyimi döşlüyünü özünə bayraq olaraq seçir ki, bu da sonradan ədəbiyyatda azadlıq və etiraz simvolu kimi dəyərləndirilib. Həmçinin ictimai ədəbi fikrimizdə inqilabi demokratik ideyaların əsasını qoyan Mirzə Fətəli Axundzadənin əsərlərində də müraciət edilən bir obrazdır. Burada maraqlı bir məqam var, belə ki, Zöhhak mənbələrdə xarici mənşəli hökmdar kimi təsvir edilir. Oqtay Eloğlu əsərinin də Azərbaycanda Sovet rejimi qurulmasından 2 il sonra yazıldığını və əsərin əsas ideyasının milli teatr yaratmaq olduğu nəzərə alsaq, ola bilsin ki, müəllif burada sətraltı olaraq milli azadlıq idealını çatdırmaq istəsin. Həmçinin daha bir maraqlı məqam bu obraza müəllifin Oqtay Eloğlu'dan 6 il öncə qələmə aldığı digər desi Nəsrəddin Şahda da yer verilib, lakin bu dəfə xarici deyil, yerli düşmənə, yəni hakim siyasi rejimə qarşı. Bir qədər interpretasiya edilmiş formada desək, obrazlardan biri belə qeyd edir ki, necə ola bilər əsrlər öncə bu xalqın içərisindən Cavələr çıxaraq öz zülmkar hökmdarını yıxa bildiyi halda biz hələ də öz diktatorumuzu evirə bilmirik.